Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 13 Mart 2026 Cuma. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali günaydın. Notlarımıza bakıyorum da dünkü konuların bir kısmı bugün de gündemde kalmaya devam etmiş. Özellikle bu Paşinyan'ın anayasa çıkışıyla başlayalım istersen. Dün de konuşmuştuk, barış için önemli bir adım diyordun. Bəli Özlem, elədir. Mövzu hələ də gündəmdədir. Ermənistanın baş naziri Nikol Paşinyan ısrarla deyir ki, ölkənin yeni konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Çünki o bəyannamə bir münaqişə məntiqi üzərinə qurulub və Azərbaycanla sülh üçün bu məntiqdən çıxmaq lazımdır. Bu xəbərin mənbəyi müxalif media orqanı olan Meydan.tv'dir. Anladım. Bütün barış anlaşmasının önündeki en büyük engellerden biri olarak görülüyordu bu konu zaten. Bir de dün yine konuştuğumuz bir misafir vardı Bakü'de. Avrupa Birliği Konseyi Başkanı. Enerji konuşulmuş ama insan hakları pek gündeme gelmemiş demiştik. Bəli, Avropa İttifaqı Şurasının sədri Antonio Costa Prezident İlham Əliyevlə görüşüb. Rəsmi açıqlamalara görə əsas mövzular enerji əməkdaşlığı və regional təhlükəsizlik olub. Ancaq yenə də Meydan.tv kimi tənqidi mənbələr yazır ki, Azərbaycandakı insan haqları və vətəndaş cəmiyyətinə olan təzyiqlər müzakirə mövzusu olmayıb. Enerji olunca akan sular duruyor demek ki. Ama içeride davalar durmuyor anladığım kadarıyla. STK davasında yargılanan Nergis Muxtarova'nın savunması var notlarında. Bəli, Bakı Ağır Cinayətlər Məhkəməsində QHT işi üzrə mühakimə olunan Nergiz Muxtarova ittihamları rədd edib. O deyib ki, heç vaxt grantla işləməyib, sadəcə xidmət müqavilələri ilə gender bərabərliyi üzrə araşdırmalar aparıb və vergilərini ödəyib. Həmçinin bir qrup şəxslə cinayət törətməkdə ittiham olunduğunu, amma o qrupun kimlərdən ibarət olduğunun iddianamədə yazılmadığını vurğulayıb. Yani ortada bir grup var deniyor ama grupta kimler var belli değil, öyle mi? Çok enteresan. Siyaset bilimci Azer Kasımlı'ya verilen 12 yıl hapis cezası da dünkü notlarımızdaydı. O da kesinleşmiş anlaşılan. Bəli, təəssüf ki, o xəbər də doğrudur. Siyasi İdarə Etmə İnstitutunun direktoru Azer Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib. O, hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə həbs edilmişdi. Ağır konular gerçekten. Biraz da ekonomiye bakalım. Orada da yüzler gülmüyor galiba. Dün de ekonomi küçülüyor demiştin. Yeni veriler mi var? Azadlıq Radyosunun yazdığına görə, Dövlət Statistika Komitəsi ilin ilk 2 ayının yekunlarını açıqlayıb. Ümumi daxili məhsul 18,4 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə daha azdır. Xüsusilə neft-qaz sektoru xaricindəki sahələrdə də yavaşlama var. Ümumi dahili mahsul, yani bizim gayri safi yurt içi hasıla. Bu küçülme hikayeleri bize de çok tanıdık geliyor Ali Bey. Şimdi notlarda daha da acı bir haber var. Hocavənddə bir mayın patlaması yaşanmış. Bəli, bu çox kədərli bir xəbərdir. Azərbaycanın işğaldan azad edilmiş Xocavənd rayonunda mina partlayıb və bir mülki şəxs həyatını itirib. Bu hadisə bir daha göstərir ki, müharibədən sonra bölgədəki mina təhlükəsi hələ də davam edir. Xəbərin mənbəyi Trend.azdır. İşgalden azat edilmiş diyorsun. Yani kurtarılmış topraklardan bahsediyoruz değil mi? Allah rahmet eylesin. Savaş bitiyor ama geride bıraktıkları bitmiyor maalesef. Neyse ki notlarında bir tane de olumlu gelişme var. Çocuklara yönelik şiddetle ilgili bir düzenleme yapılmış. Bəli, bu cəmiyyət üçün önəmli bir addımdır. Azərbaycanda çocuklara qarşı zorakılığın qarşısının alınmaması halında pul cəzası tətbiq ediləcək. Xüsusilə çocuklar arasında sistematik təzyiq və aqressiv davranışlara müdaxilə etməməkdə cəza kəsbasına alınıb. Cəzanın məbləği 600 manata qədər ola biləcək. Bu xəbərin mənbəyi Day.az portalıdır. Çok doğru bir karar. Darısı bizim başımıza diyelim. Ali, bugünkü notlar için çok teşekkürler. Gündem yine çok yoğundu. Mən təşəkkür eləyirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.